Hamıya salamlar, əziz TikTok izləyicilərim. Məni tanıyırlar, balıqçı Kamil kimi YouTube'dan izləyənlər də. Yəni, istəsəniz tam videolarıma orada da baxa bilərsiniz. Maraqlı videolarım var YouTube kanalında. Eynən belə adlanır, balıqçı Kamil. Xoş gördük hamıya, abunə olanlar, hamıya salamlar bir də. Axırıncı videodan çəkdiyim, Orxan qardaş göndərdiyi videoya ona bir aydınlıq getirmək istəyirəm. Suallar çox doğrudur. Yəni, mənə gəlir bu dediyi plavnik haqqında məlumat istəyirlər alsınlar. Sual çox olduğuna görə fikirləşdim ki, ayrı bir video çəkim buna aid. Ruslar buna lepestok deyir. Yəni, lepestok Azərbaycanca yarpaq deməkdir. İndi Orxan qardaş plavnik deyib ağzımızda elə qalıb, elə də qalsın. Kim istəsə yarpaq da deyə bilər. Deməli, bu nə üçündür? Bu ona görədir ki, bunu biz düzəltdiyimiz hər hansı birisi istəyir dənizdə, istəyir göldə, ən əvvələ, yəni axırda deyək ki, başlanğıc qruz əgər buradadırsa, əvvələ bura qoysaq, biz bunu sudan çəkəndə, dartanda, bunun mahiyyəti odur ki, qaldırır yuxarı suyun üzünə, heç yerə erişmədən qaldırır yuxarı sərbəst getirir. Tam arxain ola bilərsiniz. Bundan istifadə eləsəniz, bunu biz icad eləməmişik, nə o, nə mən, bu çoxdan olan bir şeydir. Yaddan çıxıb, yəni çox adam istifadə eləmir. Bunu köhnələr bilər, mənə gəlir. Bunu hazırlama qaydası çox asandır. Yəni, götürüş belə bir qablar var, hamısının evində var, boşalıbsa, ya boşaldın, əgər olsun lazımdırsa, belə bir görürsünüz, dairə çəkilir. Çəkirsiniz, 2 dənə nöqtə qoydunuz, kesəndən sonra deşiyi açırsınız, 2 dənə deşik, bir altda, bir üstdə. Sonra, bu düzəltdiyiniz hazır materialın, yəni pavadokun üstünə, bu nə düzəltdirsə, lap axırda, belə bir sadə üsulla birini aşağıdan keçirirsiniz, birini də üstdən. Qutardı, getdi. Bir dənə yaxından baxın, bax, belə bir muncuq 2 dəfə fırlatmışam. Yəni 2 dəfə fırlatmışam bunu. Aşağı getməsin, bunu saxlamaq üçün. Hara istəsiniz, məsafəni uzada bilərsiniz. İndi isə gəlin bu düzəltdiyim haqqında təzədir. Yəni Orxan qardaş düzəltdiyi kimi yox. Bunu da bir həm yol üstü, bunu da deyim sizə. Göstərdiyicə. Deməli, bu setkanı mən burada qurğuşun qoymuram, ağırlıq qoymuram, onun öz ağırlığını atacağım. Belə bir vertrijok, yəni vertrijok deyəndə fırlanmaq üçün də, yəni istəyirəm bir belə üsulda yoxlayayım göldə. İnşallah bazar günü 23-ü mən bunu yoxlayacağım. Sizə də deyəcəm ki, bunun rolu necə oldu, yaxşı oldu, yoxsa yox. Həmişə kimi yenə də axtarışdayam, yeni üsullar axtarıram ki, göldə balıq rahat tutmaq olsun. Burada da sonda bir anons vermək istəyirəm. Mən hardasa YouTube kanalımda baxanlar bilir ki, son 3-4 aydır mən yem üstündə işləyirəm. Yəni, yemi göldə ən yaxşı balığı cəlb eləmək üçün yemlərin hazırlanması ilə məşğul idim. Yəni, çox adam dedi, niyə balıq tutmursan? Ona görə mən balıq tutmurdum ki, həmin bu yemi düzəltmək üçün çalışırdım. Nəhayət istədiyimi nail oldum və bu yaxınlarda inşallah bunun satışı ilə əlaqədar olaraq belə bir yemin 1 kiloluğunu satışa çıxardacağım. Bunun haqqında yeni bir məlumat verəcəm sizə inşallah.